Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəri Binəqədi yolunun üstündə, marşrutdan hardasa 300-400 metr məsafədə 4 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, alıb ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərdə satdığım ev satış üstündə tikilsə də tam standartlara uyğun, fundamenti, kəməri, hamısı qaydası ilə atılıb, yəni qoşa daşdan inşa olunub, 8 daş kürsüdə inşa olunub, ev nəmişlik olmayan yerdə. Yerdəşik gördüyünüz ki, baxın, zirzəmisi qupquru, fundamentdir, yəni atılıb, kəmər vurulub, atmalar qırsantıdan atılıb, tam standartlara uyğun inşa olunub. Gördüyünüz kimi də evin həyətyanı sahəsidir, rahat 2 maşın həyətinə daxil ola bilər. Demək, gördüyünüz kimi də həyətinə drapları qoyulub, tamet daşları düzülüb. Keçirik indi evin içinə tanış olaq. Evin içi də həqiqətən dəhliz zadı çox geniş, əlverişli, ürək açan. Həyəti buradan bir də qıraqdan belə çəkirəm. Diqqətlə baxın, 2 dənə maşın rahat həyətə daxil ola bilir. Buradan daxil oluruq evin içinə. Evin dəhliz hissəsi 3 metrdir. Yəni bunu nəzərdə çatdırım ki, geniş dəhliz var, ürək açandır. Tavanlar 3 metr. Girən kimi sol tərəfdə burada qonaq otağıdır. Qonaq otağı 4-ün hardasa 6-6.50-yədir. Bütün kombi sistemlərdə də hamısı çəkilib. Yəni aksesuarlar danışıqdan asılıdır. Qapıları bahalı qapılardır, yəni ucuz qapılardan istifadə olunmayıb. Burada bir dənə uşaq otağı var, hörmətli izləyicilər. Təxminən oradasa 14-15 kvadratlıq uşaq otağıdır. Gördüyünüz kimi uşaq otağı da tam təmir vəziyyətdədir. Öndə hardasa 15-16 kvadrata yaxın, 4-ün 4-dür. Uşaq otağı da genişdir. Bura mətbəx hissəsidir. Mətbəx də hardasa 14 kvadrat olar, təxmini ölçü deyirəm. Demək, burada bir yataq otağıdır, 16 kvadratlıq. Otaqları genişdir, həqiqətən ürək açan hörmətli izləyicilər. Evin də demək olar, bütün otaqlarından tam rahat işıq düşür. Həm də qoşa daşdır, yəni burada problem yoxdur. Bura sanuzel hissəsidir, gördüyünüz kimi. Aksesuarlar yenə qeyd edirəm. Qiymətindən danışıqdan asılıdır. Aksesuarlar ev sahibi qoya da bilər, qoymaya da bilər. Qiyməti danışıqdan asılıdır. Keçirik ən axırıncı yataq otağına. Bu da hardasa 3-ün 5.50-yə zadırlar. 16-17 kvadrat, 18 kvadrata yaxındır. Buranın indi aboylar zadı, yəni yaşayış yoxdur deyəndə çıxır. Onlarda ev sahibi özü bərpa eləyəcək. Evin içində də ayrıca sanuzeli var. Görürsünüz, hörmətli izləyicilər. Yataq otağının içində ayrıca bir sanuzeli var. Evin bu pəncərəsi hissəsi də gördüyünüz kimi açıqdır. Hörmətli izləyicilər, kimlərsə evin satmasıysa 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmanı köməklik göstərə bilərik. Seçal əmlakda, TikTok, Instagram, YouTube'da evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxması zəy vuran zaman. Sənədi bələdiyyə qeydiyyat olacaq, bunda nəzərdə satdırım, hörmətli izləyicilər. Qiymət də 92 min. Start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə danışacaqsınız. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana.